Bugün Azərbaycanın bütün ümumi təhsil müəssisələrində olduğu kimi Qazax və Ağstafa məktəblərində də son zəng tədbiri keçirilib. Əməkdaşlarımız son zəng tədbiri ilə əlaqədar olaraq Qazax şəhər 3 saylı və Ağstafa rayon Qaçaq Kərəm kənd tam orta ümumi təhsil məktəbində olublar. Son zəng tədbirində müəllim şagird kollektivi, valideynlər iştirak ediblər. 11-ci sinifi başa vuran məzunlar sonuncu dəfə parta arxasına oturaraq müəllimlərin sonuncu dərsini dinləyiblər. Məzunlar bugün 11 il bir sinifdə doğmalaşaraq dərs keçdikləri yoldaşlarından ayrı düşmələrinin çətin olduğunu qeyd edib və öz şagird yoldaşlarına bundan sonraki həyatlarında uğur arzu ediblər. Son zəng tədbirində çıxış edən natiqlər təhsil müəssisələrinin qazandığı uğurlar, şagirdlərin əldə etdiyi nailiyyətlərdən danışıb və məzunları son zəng münasibəti ilə təbrik edib, onlara gələcək həyatında və təhsillərində nailiyyətlər arzu ediblər. Ən maraq doğuran məqamlardan biri də son zəngin çalınması və 11-ci sinif məzunlarının açarı birincilərə təqdim etməsi olub. Bugün bizim həm sevinçli, həm də kədərli günümüzdür. Özüm kimi olan digər məzun yoldaşlarıma da yeni həyatlarında uğurlar arzulayıram. İnşallah ki, istədikləri hər bir şeyə nail olarlar. Yeni universitet həyatlarını açılarlar və uğurlarını oradan davam etdirərlər. Hər birinizə uğurlar arzu edirəm. Bu il mənim 11-cilərimin son zəng günüdür. Buna görə hamımız çox həyəcanlıyıq. Çünki onlar son zəng deyil, real həyatın başlanğıcındadırlar. Buna görə də hər birinə müvəffəqiyyət arzulayıram. Kamran Əskiparalı, Amin Qəhrəmanov, Bugün informasiya proqramı üçün.